Əksəriyyətiniz eşitmişsiniz ki, insanlar temperamentlərinə görə 4 yerə bölünür. Var melanxoliklər, xoleriklər, sanguiniklər və flegmatiklər. Bu nəzəriyyə, bu təsnifat hardan gəlir? Bu təsnifatın tarixini bilmək üçün bir qədər geriyə dönək. Hipokrat yatır durur, ağlına belə bir fikir gəlir. Hansı fikirdir ki, birazdan bölüşəcəm. Və həmin bu fikri sonradan Galen adında digər şəxs təkmilləşdirir və tibb tarixinə bu təsnifat, bu nəzəriyyə deyək, düşür Hipokrat Galen nəzəriyyəsi kimi. Bu təsnifata görə insan orqanizmi 4 mayədən ibarətdir. Limfa, qan, qara öd və öd. Öd dedikdə, yəni sarı öd nəzərdə tutulur. Bu müəlliflər bildirirlər ki, sadaladığım 4 mayənin miqdarından asılı olaraq insanın temperamenti dəyişir. Başlayaq qandan. Qanı çox olan adam şən olur, daha aktiv olur və qan da Yunan dilində, qədim Yunan dilində sanguis kimi səsləndiyinə görə şən, daha temperamentli insanlara sanguiniklər deyirlər. Həmin bu müəlliflər qeyd edirlər ki, sarı öd mayəsinin artıqlığı da insanı aqressiv edir, insanı kobud edir və sarı öd də Yunan dilində xolek adlanır, xolek kimi səsləndirir və sarı ödün artıqlığından insanın, yəni kobud olmağı, onun aqressiv olmağı xole sözünə əsaslanıb xolerik adlandırılıb. Qara öd insanı qorxaq edir, insanı daha ehtiyatlı davranmağa vadar edir və daha utancaq edir. Və bu cür insanlar adlanır melanxoliklər. Nəyə görə? Melena qara, öd isə bayaq qeyd etdiyim kimi xole kimi tərcümə olunur, qədim latın dilindən. Limfası bol olan insanları isə başqa cür xarakterizə ediblər. Deyilənə görə həmin insanlar, limfası bol olan insanlar daha ləng olurlar, daha az emosional olurlar və tənbəl olurlar. Və limfada qədim latın dilində flegma kimi səsləndiyinə görə, flegma adlandığına görə belə insanlara adlandırıblar flegmatikləri. Müasir dövrdə baxmayaraq ki, sübut olunub ki, insan temperamenti orqanizmi təşkil edən mayenin balansından heç cür asılı deyil, amma Galen və Hipokrat tərəfindən təklif olunmuş bu 4 temperament növü nəzəriyyə kimi və yaxud da təsnifat kimi hələ də öz aktuallığını saxlayıb.